bugünkü qədim Azərbaycan mətbəxindən olan şəki pitisi hazırlayırıq. Şəki pitisinə bizə nə lazımdır? Quz əti, noxud, şabalıd, alça, soğan. Yəni bilirsiniz ki, şəki pitisinə ancaq bunlar qatılır. Düzdür, mən bişirmişəm bunu, paylaşmışıq, amma orada bir savadlar var. Şeflərimiz var orada. Bəzi şeflər, əgər şef demək olarsa, yazırlar orada ki, şəki pitisinə şabalıd gedmir. Şəki pitisindən noxud gedmir. Şəki pitisindən falan şey edmir. Amma onu yazan bir savadlar, xahiş edirik. Siz yaxşı gedin elə bir o şef sözünüzə hörmət eləyin. Bir baxın ki, qətiyyən harda yeməmişsiniz ki, girin baxın. Bu günlər bir məşhur şəki ustasının səhifəsinə girmişəm. Baxmışam ki, iminli bir marağa görə görmüşəm ki, yazıbdır orada şəki pitisinə nə edir? Yazıb orada quyruq, soğan, noxud, şabalıd, alça. Deyirəm, bəs niyə bu gözü kör olmuşlar belə yazır? İndi bu uşaq İsmailin zonasındandır. Sual verirəm sənə. Şəkidə pitini yiyəndə nə görmürsən içində? İçində şabalıd var idi mən yiyəndə. Ay sağ ol. Sizə pis dərs keçirir uşaqlar. Dərsimizdən narazısınız. Yəni siz yazılan kommentariyalara fikir verməyin. O kommentariya yazanlar, şeflər özləri heç onların ümumiyyətlə yeməkdən xəbərləri yoxdur ki, o sözləri yazırlar ki, şabalıd vırılmır. Onu aparıb uşaqları azdırırlar. Nabat səhv çalırlar. Bu deyir, biri yazıb ki, bunda deyir, bozbaş bir şey. Gönlə boyda bir savad deyir. Bu dopudur da, bu dopudur. Bunda ömrü boyu biz görmüşük ki, nənələrimiz, analarımız burada piti pişiribdir. Bakılılar piti pişirir, rayonlular, biz rayonlular, Şəkirlər piti pişirir bunda. İsmail hamı deyir ki, bu deyir, yox deyir, bu dopudur, şeydir deyir, çiftə bozbaşdır. Gönlə boyda tupoydur. Bozbaş qazanda pişir, yoxsa dopuda pişir. Harada görsənib bu? Yəni, xahiş edirik, kommentariyalarımıza fikir verin, yazdığında fikir verin ki, 34 ilin aşbazına gəlib mən aşbazlıq öyrətməyim. Biz tələbələrimizi də gözəl öyrədirik, maşallah hamısı razıdır, gözəl də yerdə işləyir. O günlər bir şef yazıb, uşaqlarımızı yaxşı öyrədin, sonra gəlirlər, deyirlər, heç nə bilmirik. O şef yazan şef heç nə bilmir vapşı. Bizim uşaqlarımız Allaha şükür, C.C. Akademiyanın tələbələri hamısı şef işləyirlər. Özə yaxşı restoranda. Diqqətinizə görə sağ olun.